Gül kimi tort düzəltmişdim, o da düşdü yerə. Normalni gözləyib amma. Bizə göz dəyənin gözü çıxsın və başlayaq dərsimizə. Bu bizim yeni qrupumuzla, yeni bacılarla ikinci dərsimizdir. Və bu onların evdə bişirdiyi, mənim reseptimdə olan Türk və Bakı biskvitləridir. Yəni bu nəticəyə baxın. Pambıqdır, adam tortu yemək istəmir. Sosial şəbəkədə demişlər, very delicious. Biskvitimizi bişirəndən sonra, tortun içini yığmağı öyrənəndən sonra keçirik praktikaya. Mənim aldığım, verdiyim ərzaqlarla. Azərbaycanda sifariş olunan tortların standartlarına uyğun möhtəşəm səviyyədə bir tortlar yığmağı öyrəndik. Yəni ki, bacılar var, burası şərait yoxdur. Onda da gəlirsiniz mənim yanıma, o şəraiti mən yaradıram. Gəlirsiniz, yığırsınız, aparırsınız, evdə yeyirsiniz. Həftələrdə də satış öyrənirsiniz və bişirdiyiniz tortları da satıb qəşəng bundan pul qazanırsınız. Pul pres, həyatın tres. Və budur sadəcə ikinci dərsimizin düp bölümlü sıvağına baxın. İdeal güzgü kimi sıvaqlar. Siz də bu dərslərə gəlmək istəsəz videonun altına oxuyun.